Salam qiymətli dostlar. BMT-nin son sessiyasında Ərdoğan da, onun xanımı da, eləcə də İlham Əliyev, onun xanımı da iştirak etdilər. Onlar 4-5 gün Nyu-Yorkda qaldılar. Amma bu 5 gündə nə xanımlar, nə dövlət başçıları bir-biri ilə görüşmədilər, bir yerdə şəkil çəkdirmədilər. BMT-də çıxışında İlham Əliyev Qarabağdakı zəfərə görə bir abzas, üzr istəyirəm, 2 abzas Trampa yaltaqlandı. Ona xoş sözlər dedi. Amma qabaqlar hər çıxışında zəfərdən söz düşəndə, müharibədən söz düşəndə, Ərdoğana təşəkkür edən, onu vəsf edən İlham Əliyev məlum çıxışda Ərdoğanın adını nə üstü örtülü, nə üstü açıq şəkildə bir dəfə də olsun qeyd eləmədi. Dünən isə Azərbaycanın hökumət mətbuatları Ərdoğanı təhdid eləyən, hədələyən bir geniş məqalə ilə çıxış ediblər. Onlara bildiriblər ki, bizim üstümüzə çox gəlsəniz, burada nələri nəzərdə tuturlar, mən YouTube kanalımda onu izah eləmişəm, baş çəkə bilərsiniz sonra. Bizə qarşı dezinformasiya savaşına yol dayandırmasanız, son qoymasanız, sizi rüsvayı cahan edəcək. Sizin İsraillə əlaqələrinizi, biznesinizi ifşa edəcək. Yəni Türkiyəni, Ərdoğanı ikiyüzlükdə ittiham ediblər, həm də hədələyiblər ki, biz bu məsələləri açıqlayıb Ankaraya səs sala bilərik. Bu məlumat AP agentliyində girib özünüz oxuya bilərsiniz. Arzu edirəm ki, bu iki şəxsin arasındakı münasibətlər daha irəli getməyəcək və dövlətlər arası münasibətlərə sirayət etməyəcək. Əks halda, əziz tamaşaçılar, Türkiyəni sevənlər, Ərdoğana simpatiya bəsləyənlər sizi çox çətin aqibət gözləyir. Vəziyyət belə davam eləsə, gedişat belə getsə, yaxınlarda biz Türkiyə agentlərinin, nə bilim, Ərdoğan agentlərinin Azərbaycanda həbsinə şahid ola bilərik. Sağlıqla qalın, ehtiyatlı olun.